Salam dostlar. Bugün çox həddinin vuruqlara ayrılması mövzusunun izahını davam edirik. 11-ci sual, 10-cu sualın izahı kanalda var. 11-ci sualdan baxaq. A variantını yazıram. Baxırıq bura. Deməli, burada ortaqları çıxardırıq mötərizə xaricindən. Bizdə bir bu var, bir bu var, düzdür? Burada ortaq nə var? İkisinə də. X çıx 1 var, düzdür? Bunu çıxartdıq. Normalde həmişə ədəd çıxardırdıq mötərizə xaricinə. İndi isə çox hədli çıxardırıq mötərizə xaricinə. X çıx 1-i çıxartdıq, düzdür? Çıxartdıq. İndi baxaq görək nə qaldı. Burada nə qaldı? X çıx 1 çıxartdıq. Burada 2 dənə, düzdür? 1-in çıxartmışıq mötərizənin kənarındadır. İçində bir dənə də qalıb da bu X çıx 1-dən, düzdür? Əslində elə mötərizəsiz də yazsaq olar. Aha, indi burada bəs X çıx 1 çıxartdıq, nə qaldı? 6 qaldı, düzdür? Və müsbət 6-dır bu. Elə müsbət də yazırıq. Bərabər qoyaq. Burada sadələşdirilməli nə var? Burada sadələşdirilməli heç nə yoxdur. Amma bu mötərizədə var, düzdür? Mənfi 1-in üstünə 6 gələndə neçə eləyir? Müsbət 5. Bitdi. Çox sadə və rahatlıqla. A getdi, A-nı izah elədi. Gəlin D-ni izah eləyim sizə. D variantı 3x çıx 2 üstü 3 3x plus 1 çıx 3 x minus 2 üstü 2. Düzmü yazdıq? Aha. Baxırıq bura. Mötərizənin xaricinə burada nəyi çıxarda bilərik? Bir bu var, bir də bu var. Düzdür, ortadakı mənfimiz. Aha. Nə var burada? Bu hissədə və bu hissədə ortaq nə var? 3x çıx 2 və buradan baxırıq. 3-ümü çıxardaq yoxsa 2-ni mi? Təbii ki, balacanı çıxartmalıyıq, düzdür? Yəni bunu çıxardırıq. 3x çıx 2-nin kvadratını çıxartdıq. İndi gələk mötərizənin içinə. Nə qaldı? Bu kənardadır. İndi baxaq. Burada 3x çıx 2-nin kvadratını çıxartdıq. Kvadratını çıxartdıq. 2-ni çıxartdıq. Amma burada bir dənə də var axı. 3 dənədir, düzdür? Bundan bir dənə də qaldı bunun içində. Bir dənə də qaldı. Mötərizə niyə yazıram? Çünki bunu da əlavə eləyəcək. Çünki o da qalıb. Yəni onlar bir-birinə toqquşmasın deyə bunları mötərizədə yazıram. Çıxılsın. 3x minus 2 üstü 2-ni çıxartmışıq mötərizə xaricinə. Yəni burada bu çıxıb da heç nə qalmayıb. Bu yəni bir dənə 1 qalır. Всё. İndi baxaq görək burada sadələşdirilməli nə var? Baxırıq. Əslində bunu məncə açmağa ehtiyac yoxdur. Bunu açmayaq. Bu qalsın. Açmağı bilirsiniz də, amma düstur keçmişik. A kvadrat minus 2AB üstəgəl B kvadrat yadınızdadırsa. İndi bunu aça bilərik amma. İndi bunu buna vuraq. 3x neçə olur? 9x-in kvadratı. Bunu buna vuraq. 3x. Sonra keçək buna. İndi bunu buna və buna vuraq. Düzdür? Çıx 6x çıx 2. Və bunu da unutmuruq. Bu qədər. Gördünüz mü? Mötərizələr azaldı. İndi bu qalsın yerində. Bundan bizim işimiz yoxdur. Gələk bura. Bundan bunu çıxanda 3x eləyir. Mənfi özdə. Mənfi 3x çıx. Bunlar ikisi mənfidir. Mənfi 3. Düzdür? Belə. Yəni cavabımız budur. Hətta 3'ü də buradan mötərizə xaricinə çıxarda bilərsiniz. Burada 3'ü çıxartsaq. Bu qalsın. 3'ü çıxartdıq. Nə qaldı burada 3'ü çıxardanda? 3x kvadratı qaldı. 3'ü çıxartdıq. Nə qaldı? X çıx 1. Gördünüz bu qədər. Sonra burada da 1-1. Məsələn, burada nəyi çıxardacaqsınız? X çıx 5'i çıxardacaqsınız. Nə qalacaq? Bu qalacaq və buradan bir dənə də bundan qalacaq. Bir dənə də bundan qalacaq. Çünki 2 dənədir birini çıxartdıq. Belə. Burada eyniliyi isbat edin deyir. İsbat edin deyəndə bunları çıxardacaqsınız. Hamısını bir-bir yoxlayırsınız.
Baxaq görək. Burada x-dan y-i götürək və bununla da bunu götürək. Gəlin. Bununla bunu götürəndə heç nə yoxdur. Burada heç nəyi çıxartmırıq. Ehtiyac da yoxdur. Bu elə qalsın bir mötərizənin içində. Onu orada nəyi çıxardacaq? Üstə gəlinsin. Burada nəyi çıxardaq? Y çıxardaq. İkisində y var. Nə qaldı? X qaldı. Nə qaldı? Y qaldı. Düzdür? Çünki 2 dənə də axı birini çıxartmışıq, biri də içəridə qaldı. Ortaqları yenə yazırıq bir mötərizədə təzədən. O birinə də o birisini, qalanları yazırıq. Qalanlar burada y-dir. Bir də bunun qırağında nə dayanıb? Heç nə, yəni 1. Bu qədər. İndi baxaq cavaba. Düzmü yazılıb? Bəli, düz yazılıb. Prosta biz burada y plus burada 1 plus y zaten toplananların yerini dəyişəndə cəm dəyişmir. Bunları da eyni şəkildə yazacaqsınız. Deməli, burada nəyi götürəcəksiniz qruplaşdırmada? Məsələn, bununla bunu götürün, bununla da bunu götürün. Mötərizə xaricinə çıxardın. Belə bir forma alınacaq. Təzədən eyniləri götürün. Bir mötərizəyə yazın, qıraqda qalanları da o birisi mötərizəyə yazıb baxacaqsınız. Düzdür, yoxsa səhvdir. Düzdürsə plus qoyarsınız, səhvdirsə minus. Baxın, bu düz çıxdı, düzdür. Yəni, siz isbat eləyirsiniz, izah eləyirsiniz. Tərəfi x metr olan kvadrat formalı həyətdə bağça salmaq üçün düzbucaqlı yer ayrıldı. Bağça üçün ayrılmış düzbucaqlı yerin eni x minus 5, sayısı x kvadratçıq 7, x üstəgəl 10 çox həddisi ilə ifadə olunub. Bağçaya çəkilən hasarın uzunluğu. Bağçaya çəkilən hasarın uzunluğu baxırıq. Bu bizim bağçamızdır. Bu yaşıl hissə bağçadır, düzdür. Bağçaya çəkilən hasarın uzunluğunu tapmaq üçün biz nə edə bilərik? Biz burada deməli, birinci gəlin bu ümumi x-dır da, bu kvadratdır, düzdür. Kvadratın hər tərəfi bərabərdir. Yəni, bura x-dırsa, bura x-dırsa, burada x olacaq. Burada x olacaq, düzdür. Bura ümumi x-dır. Aha. Bizə deyir, bağça hasarının uzunluğu. Yəni, bağçanın perimetrini tapacağıq da. Buradan, 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 buradan. Bizə buranı verib. Perimetri necə tapırıq? Bu düzbucaqlıdır, düzdür. Perimetr düzbucaqlı. Bunu necə tapırıq? 2 vurulsun A plus B'dir də düsturunuz, yadınızdadırsa. Aha. Biz burada biz bunu tapmaq üçün bizə E'ni verib, B'ni verib x minus 5. Düzdür. Amma uzunluğu verməyib də. Biz perimetri necə tapaq? Uzunluğu verməyib də, gəlin birinci uzunluğu tapaq. Uzunluğu tapmaq üçün, baxın, sahəni verib, düzdür. Sahə nəyə bərabərdir düzbucaqlıda? A vur B'yə. Bizə də sahəni verib zaten. Biz buradan, bizə bunu verib, sahəni verib. Bunu da, daha doğrusu E'ni verib, E'ni də verib. Amma biz A'nı bilmirik. A'nı buradan necə taparıq? Bunu buna bölüb A'nı taparıq, düzdür. Yəni ki, sahəni N'ə bölsək, biz uzunluğu tapa bilərik. Gəlin sahəni x-in kvadratı çıx 7x plus 10'u bu sahədir. Bölək N'ə. Yəni, bunu mötərizəyə alırıq. Bölək. Hətta mötərizəyə ehtiyac yoxdur. Gördüyünüz kimi kəsir formasında elədim. Aha. Bərabər qoyaq. Gəlin bunu hesablayaq. Buraları biraz təmizləyək. Təmiz olsun. Səliqəli yazaq. Aha. Biz burada mötərizə xaricinə çıxaraq. Yadınızdadırsa, bayaqki üsulda mən sizə öyrətmişdim ki, daha doğrusu bayaqki videodaydı. X-in kvadratı. Biz elə ədəd götürək ki, cəm mənfi 7 olsun, hasil 10 olsun. Elə ədəd götürək. Cəm mənfi 7 olsun, hasil 10 olsun. Baxırıq. Nəyin cəmi və cəmi mənfi 7 olar? Mənfi 2 və mənfi 5, düzdür. Mənfi 2 ilə mənfi 5 toplayanda mənfi 7 eləyir. Mənfi 2-ni mənfi 5'ə vuranda 10 eləyir. Düzdür. Mənfi 2, mənfi 5. Aydın da bunu qurduq. Gəlirik bura. X minus 5'də olduğu kimi yazırıq. Baxın. Bununla bu getdi. Nə qaldı? Cavabda nə qaldı? X minus 2 qaldı. Düzdür. Bu bizim olduğu uzunluğumuz. Yəni A bərabərdir X minus 2. Yəni bu uzunluqdur da. Yaxşı. Eni də verib. Eni zaten X minus 5 verib. Bizə uzunluq lazım idi. Uzunluğu da tapdıq. X minus 2. Gəlin perimetri tapaq. Perimetri necə tapırdıq? Baxın düstura.
2 vurulsun. A plus B. A x minus 2'dir. B x minus 5'dir. Ortaya da plus. Yani işareler zaten değişmir plus olanda. Bərabərdir 2 vurulsun. X'in üstünə x 2x. Mənfi 2, mənfi 5, mənfi 7 düzdür. Bərabərdir 4x minus 14. Elə bil ki bunu buna vurduq da. Все, bu bizim oldu perimetrimiz düzdür. Həyətin ümumi sahəsi 121'dir. Bizə sahəni verib, həyətin sahəsini verib. Həyətin ümumi sahə. Həyət ümumi baxın kvadratdır həyət. Həyət budur. Bunun sahəsi 121'dirsə, ümumiyyətcə bu həyət kvadratda düzdür. Kvadratın sahəsini necə hesablayırıq? A-nın kvadratıdır da, düstur budur. Bizə də bu tərəf x-dir, yəni x-in kvadratı. Olacaq 121 verib, onu özü verib. 121. İndi düşünün ki, nəyi 2 dəfə öz-özünə vuranda 121 eləyir. Təbii ki 11'i də düzdür. Baxın 11'dir deməli x. X 11 tapdıq. Bizə nə istəyir? Yerin perimetri. Hə, x 11'dirsə. Burada perimetri necə tapa bilərik uşaqlar? Bu kvadratdır düzdür. Kvadratın perimetrini necə tapırıq? Düsturumuz 4a-dır da. P bərabər 4a. P bərabərdir 4 vur. A-mız neçədir? 11. Bərabərdir 44. Bu qədər. Sağ olun. Suallarınız varsa rəylərə yazarsınız.